47-ci suala baxaq. A few job application. Bu ola bilməz. Nəyə görə ola bilməz? İndi sizə izah edim. Öncəliklə onu bildirim ki, burada belə bir nüans var. A few özündən sonra iki isim gəlibsə, a few ikinci isimlə uzlaşacaq. Burada görürsünüz ki, cəmlənmə verməyib. Burada s yoxdur. Ona görə birinci səhvdir. 2. Few job applications. Baxın burada few applications. Burada s var. Yəni buradakı few, buradakı ikinci isimlə uzlaşıb. Ona görə 2 düzdür. 3. Few raindrops. Bu düzdür. Burada ikincidə olduğu kimi few ikinci isimlə uzlaşıb. Burada s əlavə olunub. Bu da düzdür. A few raindrop. Dördüncü səhvdir. Nəyə görə səhvdir? Çünki baxın burada cəmlənmə heç bir isimdə özünü göstərməyib. Doğru olması üçün burada dropun axırında s olmalı idi. O da olmadığı üçün dördüncü səhvdir. Doğru cavab 2, 3. C variantı.